Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində qətl hadisəsi baş verib. Martın 6-sı səhər saatlarında Yevlax rayon sakini 1977-ci il təvəllüdlü İsmail Ramazanovun aralarında yaranmış münaqişə zəminində həyat yoldaşı 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaq xəsarətləri yetirdiyi ehtimal edilir. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə yerindən qaçan İsmail Ramazanovu polis əməkdaşları tutaraq istintaqa təhvili veriblər. Faktla bağlı araşdırma aparılır. Bakıda 21 yaşlı qız itkin düşüb. Xəzər rayon sakini Gülçin Novruzlu yaşadığı ünvandan çıxıb, naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. Gülçin Novruzlu evdən çıxan zaman əynində qara rəngli şalvar və boz rəngli gödəkçə olub.